Bir nəfər vardı, özün müalicə eləmək istəyirdi ki, özündən deyir, aslı dördü. Bir nəfər elə məscidə daxil olanda qiraətim dəyişirdi, rükunun, səzdənin, zikirlərin. Deyir, çox özümə diqqət elədim, gördüm, yoxdur, özümlə bacarmıram. Elə bir nəfər içəri girib salam aleyküm deyəndə, eşidəndə ki, biri içəri girdi, salam verdi, biraz dəyişirdim. Deyir, gördüm ki, cəmaat içərisində mən özümü düzəldə bilmirəm, bu riyadan, göstəricidən çıxa bilmirəm. Deyir, qərarı aldım ki, biraz özümlə azuqə götürəm. Biraz kənddən, kəsəkdən kənarlaşam, bir dağa daşa pənah aparam, orada tək qalam, torda insi, cinni, bəşər yox, öz-özümü ibadət eləyəm, özümü düzəldəm. Deyir, elə ilk gecə idi ki, gəlmişdim, hava biraz soyuq idi, deyir, kənarda bir daxma var idi, bir uçub belə, amma daldalanma yağışdan, istidən, soyuqdan daldalanacaq bir yer idi. Deyir, gecə vaxtı idi, başladım ibadətə ki, özümü islah eləmək istəyirəm axı. Deyir, o ibadətin şirin yerində bir qapının bir cırıltı səsini eşitdim. Deyir, namaz üstə öz-özümə dedim ki, yəqin bu kənddən bir nəfərdir məni izləyib ki, bu görüm hara gedir də, gəlib məni görsün. Deyir, başladım yenə uzatmağa, duaları, səzdələri, zikirləri ki, dedim, əgər o mənim izmə düşüb biri gələndirsə, görüb gedib desin ki, bu bir namaz qılırdı, gəl görəsən, pəhpəhlə, duası, zikri. Deyir, uzun uzadı namazlarımı qıldım. Deyir, indi görürəm bir arxadan da səs çıxmır da, bir hərəkət yox. Deyir, hava alatoran açılana yaxın, deyir, bir çöndüm, bir dala baxam, görəm bu kimdir. Deyir, gördüm bir dənə it, soyuqdan daldalanmaq üçün bura keçib. Deyir, öz-özümə dedim ki, vay sənin halı var. İndiyənə qədər insanlara görə namazı pozurdun, indi bir dənə itə görə sən namazı pozumsan. Ona görə bəzi müalicələr, xəstəliklərin müalicəsi biraz uzun çəkə bilər. Amma müalicəsiz deyə bir şey yoxdur. O bizim birbaşa ruhumuzla bağlı olduğundan gərək bu məsələdə son dərəcə diqqətli olaq.